Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev. Əziz idmançılar, əziz dostlar, ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil və bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. 2000-dən çox medal, hardasa 600-dən çox qızıl medal beynəlxalq yarışlarda idmançılarımız tərəfindən qazanılıb və bu bir də onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu yəqin ki, təbiidir, çünki ildən ilə idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti əlbəttə ki, daha yaxşı nəticələrə gətirib çıxarır. Və Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bugün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il 2 Olimpiya idman kompleksinin tikintisi başa çatmışdır. Gəncədə və Yevlaxda və beləliklə bölgələrdə Olimpiya idman komplekslərinin sayı 46-ya çatıb. Əlbəttə ki, bütün bunlar eyni zamanda düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və əlbəttə ki, gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir, çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil ilk növbədə ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar və eyni zamanda uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına da yol açır. Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir də göstərir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var. Hər dəfə bizim idmançılarımız dövlət bayrağını beynəlxalq yarışlarda qaldıranda, əlbəttə ki, hər birimiz qürur hissi keçiririk və son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Və əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Və eyni zamanda bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı qələbə
idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər. Təbii ki, bundan sonraki illərdə bu siyasət davam etdiriləcək. İdmanla məşğul olan bütün qurumlar çox sıx koordinasiya şəklində fəaliyyət göstərirlər. Və Azərbaycanda bir çox beynəlxalq idman yarışları ənənəvi olaraq keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin 3-cü oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu oyunların xüsusiyyəti ondan ibarət idi ki, oyunlar bölgələrdə keçirilmişdir. Bir neçə şəhərdə, yəni bu özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq bölgələrdə minlərlə xarici qonağın iştirakı ilə keçirilmiş MDB oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdir. Digər şəhərlərdə o cümlədən Xankəndi şəhərində yarışların bəziləri keçirilmişdir. Və məndə olan məlumata görə bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd edirdilər, həm də ki, bölgələrimizin gözəlliyi ilə də tanış olublar və yaradılmış şəraitlə də tanış olublar. İdmançılarımız bu oyunlarda yaxşı nəticə göstərmişlər. Komanda hesabında ikinci yerə biz layiq görüldük. Və bütövlükdə bu kimi tədbirlər əlbəttə ki, ölkəmizin imicini, əlbəttə ki, idman potensialını bütün dünyaya göstərir. Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada keçirilir, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə. Bakını da bu siyahıya salmağımız ilk növbədə ölkəmizin potensialını göstərir və eyni zamanda onu göstərir ki, bu sahədə də biz artıq öz fəaliyyətimizi göstəririk və yenə də turnirin təşkilatçıları ilə görüşüm zamanı onlar da qeyd edirlər ki, Bakının bu cür inkişaf etmiş şəhər olması, bu dərəcədə gözəl şəhər olmasını onlar heç təsəvvür edə bilməzlər, heç gözləmirdilər. Yəni, hər bir belə bir yarış minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin elə bil ki, təqdimatının bir növüdür. Ənənəvi olaraq Formula 1 yarışı bu ildə təbii ki, keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20% artmışdır və ondan sonra da artım davam edirdi. Ta Covid-ə qədər, sonra təbii ki, aşağı düşdü, indi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək. O cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün və bu il keçirilmiş Formula 1 yarışının da özəlliyi ondaydı ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdur. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq 20 min
insan canlı olarak bu yarışı izleyip, ümumiyyətcə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni, bütün dünya bu yarışı izləyərkən ilk növbədə əlbəttə ki, həm yarışı, həm də ki, şəhərimizin gözəlliyini görür və təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir. Onu da deməliyəm ki, son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət etmişdir və xüsusilə şəhər yarışlarını daha çox xahiş etmişlər. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir. Bir sözlə, bu kimi idman tədbirləri ölkəmizin imicini böyük dərəcədə ucaldır və ölkəmizdə yüzlərlə beynəlxalq idman yarışları keçirilmişdir və gələn il yarışların keçirilməsi gözlənilir. Xüsusilə mən ilk dəfə olaraq ölkəmizdə xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən Dünya Kuboku səviyyəsində Qusarda Şağdağ xizək kurortunda keçiriləcək və bu da Azərbaycanı və Şağdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idman növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir. Və Şağdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni trassalar, yeni xizək zolaqları istifadə veririk və əminəm ki, yaxın 1-2 ilə trassaların uzunluğu 50 kilometri ötəcək, haradasa 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq, amma hal-hazırda bu bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, otellərin sayı və gələcək planlar indi özəl sektor tərəfindən ora indi çox böyük maraq göstərilir və bütövlükdə minlərlə o bölgədə iş yerinin yaradılmasına gətirib çıxarıb və təkcə Şağdağ Xizək Mərkəzi bundan faydalanmır. Bütün ətraf kəndlər, şəhərlər, orada işləyən insanlar, yaşayan insanlar da onların bir çoxu turizmin bu sektoruna da cəlb edilib. Yəni bizim çox gözəl dəniz istirahət zonalarımız var, xizək zonalarımız var, güclü infrastruktur yaradılıbdır, yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağ və Şərqi Zəngəzurda böyük infrastruktur işləri aparılır. Orada da artıq yarışlar keçirilir. Köndələn çay su anbarında su qovuşan, su anbarında gələcəkdə Sərsəng su anbarında da yarışlar avar çəkmə üzrə keçirilə bilər. Yəni, bax, bu cürə ölkəmizin inkişafı o cümlədən idman sektoruna da müsbət təsir göstərir. Və əlbəttə ki, bu il bir daha önəmli hadisə baş vermişdir. Bakı şəhəri dünyanın idman paytaxtı seçilmişdir. Və bu da çox böyük hadisədir. Bizim üçün böyük şərəfdir. Eyni zamanda Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə
daşıyacağıq. Və əlbəttə idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da qeyd etdiyim kimi bir ənənəyə çevrilib. Bu çox gözəl ənənədir. Artıq 30 ilə yaxın davam edir və hər şey ədalətli olmalıdır. Azərbaycanın idman şöhrətini ucaldan insanlar dövlət tərəfindən əlbəttə ki, qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir. Mən sizi qarşıdan gələn Yeni il bayramı və dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzuluyorum. Sağ olun. Təltif edilmə mərasiminə başlayırıq. Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adı ilə təltif edilir. Mirəliyev Mövlud Mustafaoğlu. İmaməliyev Ələkbər Əbdülbağoğlu. Gözəlbəyli Zöhrab Katiboğlu. Qədimova İlahə Akif qızı. Tərəqqi medalı ilə təltif edilir Aslanova Elmira Aydın qızı. Musayeva Vəfa Təbriz qızı. Rəcəbov Nürəddin Rəcəboğlu. Məmmədov Eduard Tofiqoğlu. Məhərrəmov Azər Asifoğlu. Abdullayev Yaqub Bəkiroğlu. Ağarəhimov Cahangir Ağababaoğlu. Hüseynov Fikrət Akifoğlu. Bayramov Cahangir Tofiqoğlu. Əliyev Coşqun Ceyhunoğlu.
Mənzil ilə mükafatlandırılır Səfərli Şəmsi Ramazanoğlu. Astanova Böyük xanım Əli Hüseyn qızı. Vəlidərvi Mürtəzə Ali Abbasoğlu. Həmidzadə Mehran Ağalioğlu. Həsənov Malik İqraroğlu. Məmmədov İmamverdi Ağaverdioğlu. Vəliyev Ramil Mübarizoğlu. Əliyev Tofiq Valehoğlu. Abdullayev Oktay Seyidəlioğlu. Məmmədov Nürəddin Zəgəlioğlu. Adilova Solmaz Yaşar qızı. Qənizadə Ülvü Aslanoğlu. Məmmədov Murad Səxavətoğlu. Cəfərov Ramil Nərmanoğlu. Abdullayeva Aygül Əbülfəz qızı. Ruban Yelizaveta Igorevna. Orucov Xəyyam Hüseynoğlu.
İbrahim Elnur Zülfüqarov. Nağızadə Talih Asifoğlu. Kazımova Nərmin Nizami qızı. Tağızadə Fərid Əvəzoğlu. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş 3 şəxs Həsənov Tərlan Əliheydaroğlu, Xudiyev Asim Xəliloğlu və Əliyev Qərib Tələtoğlu. Futbol oynuyoruz. En yaxşı o oyun. Yok, bir defa bıraksan lazım. Bir defa Mehdi'de sıcak. Dedim ona. Oktay'ın 40 yaşı var idi. Dedim sen 20'dan daha yaşlısın. Təziklər, yaxşı güləşlər də yaxşı, maşallah yaxşı, nəticələr yaxşı. Jodada da 2 medal almışıq. Çempionata da hazırlaşmışıq falan. Страшная тема. Как у нас по стрельбе после тебя, по-моему, что-то там пошло на спад, да? Ну, готовимся. Да? Готовимся, надеюсь, все будет хорошо. Сейчас у нас мы планируем это все. Я думаю, что должно получиться все хорошо. Вторая зима будет? Ждем, ждем, надеюсь, будет. Да, спасибо. Здравствуйте, с наступающим. Спасибо. Здорово. Также. Бай. Чемпионата hazırlaşırsınız da. 10 ay kaldı. У нас тоже чемпионат Европы, да, в августе. В августе? Да. Какие надежды. В Европу должно быть. Да. Я Аллу видел. Да. Алла здесь. Да. Привет. Я спрашиваю, когда будет вторая зима, когда будет вторая Алла, тоже хочу спросить. Да, будет, дай Бог, да, работаем. Алла, ты Есть много молодых. Есть, да. Сейчас пошел. по районам какие-то По районам селекции уже проводите? У нас даже Да. клубные команды есть уже, очень большие. Ну, в ближайшую Европу, дай Бог, удачно девочки выступят. Вот Лена, Как всегда, ваша главный помощь нужна. представитель. Да. Елизавета. Она у нас Да. основной сейчас Да? игрок там, да. Надеемся. Какой команде? Она сейчас в Ленинградке, в России, но в за России, нашу за сборную, сборную. да. На следующий год все вернутся. Да, Да, все вернутся. хорошо. Хорошие были дни начала Да. волейбольной эпопеи. Будут, дай бог, еще. Конечно, всегда ваша помощь нужна нам. Да. Тогда я был более свободный, да. Сейчас вы заняты. Да, мы знаем. Но ничего, я все время слежу Спасибо. за Спасибо успехами. большое. Да. Вот это яршусан, да? Да? Veteranlarda dünya şampiyonu. Да, великолепно, молодец. Да. А ты как продолжаешь? Да, я в Да. этом году Бьешь чемпионом всех? остался. Молодец. Сколько лет уже бьешь? Больше 30 лет. В этом году в 2 версиях стал чемпионом.
Ты не меняешься. Успехов всем. Can sağ olun. Futbol gelmeyi lazım. Sen gelerdin. Sonra uduzarlar pis olar. Oynama. Oynama. Ben kocalmışım. Yeni stadionun açılışında gel. Evet, Ağdam'da inşallah. Ağdam'da açılış oldu, sizi davet edin. Sizle Yok, birlikte. kendi de bir defa top vurdu. Topu sonra aktarırdılar. Kim götürecek o topu? Sağ ol. Sağ ol.